Salam əziz CBC Sport izləyiciləri, bugün atıcılıqdayıq. Əziz izləyicilər, bugünkü qonağım milli atletimiz Nazim Babayevdir. Xoş gördük Nazim, necəsən? Mən də sizi xoş gördüm. Çox sağ olun, hər şey yaxşıdır. Yaxşı olasın. İlk sualım belə olacaq ki, atletika ilə ilk tanışdığınız necə oldu? Atletika ilə ilk tanışdığım çox sadə olub əslində. Mənim də bütün uşaqlar kimi atletika ilə futbola marağım böyük idi. 2004-cü ildə valideynlərimlə anam apardılar mənə stadionu, İsmet Qayıvoğlu Respublika stadionuna. Orada futbola yazılmaq istəyirdim, amma məsləhət gördülər ki, atletika ilə məşğul olum, belə deyim, təməl olaraq və mən də həmən vaxtdan ilə başladım atletika. Kim yönləndirib? Həmən dövrdə belə deyim, stadionun direktoru yönləndirdi atletika ilə. Özünüz istəməmisiniz də ilk? Futbolla məşğul olmaq istəmişsiniz, sonra... Bəli, yəni atletika ümumiyyətlə nə olduğunu heç bilmirdim, yəni uşaq olanda, yəni tanış olduqdan sonra yəni bu idman növünü sevdim. İlk yarışım? İlk yarışım olub, belə beynəlxalq səviyyəli yarışım olub 2012-ci ildə uşaqların Asiya oyunları olub Rusiyanın Yaxuz şəhərində. Orada gümüş medal qazanmışdım, yadımdadır. Bu mənim ilk beynəlxalq yarışım idi və həmən ərəfədə, yəni ki, artıq bilirdim atletika nədir, yəni ki, tullanmaq nədir və bunu hamısını, yəni ki, həmən sevincisini, yəni ki, fəaliyyətlər yaşamışdım ki, bu mənim ilk medalımdır beynəlxalq yarışlardır. Ən unudulmaz yarış hansı oldu? Ən unudulmaz yarışım sözsüz ki, 2019-cu ildə Avropa çempionatı, 2 hansında ki, mən Avropa çempionu oldum Azərbaycan tarixində. İlk Azərbaycanlı olaraq Avropa çempionu olmuşdum. Yəni həmən yarış yəni çox indiyə qədər yəni gəlir ki, həmən günü yəni ki, yadıma salanda yenə də yaşayıram. Mənə çox müsbət təsir göstərmişdi həmən gün və tarixdə ilk sevinirəm ki, tarixdə ilk Avropa çempionatını mən gətirdim Azərbaycana. Kubirin olub? Bəli, kumirim olub. İndi yəni həmən idmançıya belə deyim də baxıram yenə də. Fransalı Teddy Tango olub kumirim və üçtükən tullanma üzrə dünya çempionudur. Tanışdın mı? Bəli, tanışdığım var, yəni onu... Necə istəyirsən o kumiri ilə? Əlbəttə ki, indi uşaq vaxtında yəni düşünürsən ki, bu əl çatan bir şey deyil, amma biraz nəticə olandan sonra kifayət qədər çox Avropada çoxlu yarışlara getdikdən sonra yəni ki, bizim tanışlığımız oldu və artıq belə deyim, o mənim kifayət qədər güclü bir idmançı kimi tanıyırdı və onunla yarışmaq mənə qismət olmadı, amma onun tələbələri ilə yarışmaq qismət oldu, yəni bu da çox gözəl bir hiss idi. Bildiyim qədərilə akademiyan var, işlər necə gedir, hansı yaş kateqoriyası müraciət edir, bunlar haqqında məlumat verərsiniz? Bildiyiniz kimi 4 ay bundan qabaq akademiya təhsis etdim və düşündüm ki, artıq məşqçilik fəaliyyətinə də başlamağım tam zamanıdır və bununla mən Azərbaycan atletikasına daha böyük töhfə verə bilərəm. Və belə deyim, akademiya təhsis etdiyi sözsüz ki, burada Atletika Federasiyasının da böyük töhfəsi oldu mənə, böyük dəstəyi oldu və akademiya təhsis etdim. 2 məşqçi ilə Orxan Aslan və Elmir Cəbrayevlə birlikdə çalışırıq uşaqlar üzərində. Akademiyaya ilkin olaraq 6-14 yaşlı uşaqları götürürük və belə deyim, burada həm qızlar, həm oğlanlar aktiv şəkildə yəni valideynlər müraciət edir. Demək olar ki, qızlarla oğlanların nisbəti 50-50-yədir. Yəni bu da çox belə deyim, maraq böyüdür. Yəni belə deyim, atletika o qədər populyarlığa malik deyil və mən də əlimdən gələni edirəm ki, yəni ki, Azərbaycan atletikası, uşaq atletikası inkişaf etsin. Çünki bu idman bütün idmanların belə deyim təməlidir. Yəni düzgün qaçmağı öyrənmək lazımdır ki, sonra yaxşı idmançı olasan. Bəs akademiyada hansı nədir? Uşaq atletikası elədir ki, burada yəni ki, ən düzgün istiqamət çoxnövçülüklə başlamaqdır. Yəni uşaqlar müxtəlif, yəni qaçmaqdır, tullanmaqdır, dözümlülükdür, məsəl üçün top atmaqdır. Yəni bu hündürliyə tullanmaqdır. Yəni bu onları hər tərəfli inkişaf etdirir və bir neçə müddət keçdikdən sonra və 1 il, 2 ildən sonra sən uşağın hansı istiqamətdə daha belə deyim, uğurlu olduğunu görürsən və bu çoxnövçülük də uşağın hər tərəfli inkişafına belə deyim, kömək edir. Yəni ümumi fiziki hazırlıqdır və çoxnövçülük istiqamətində yəni hazırlıqlarımız gedir. Ümid var mı gələcəkdə yaxşı idmançılar? Yeni başlamamıza baxmayaraq, yəni ki, artıq seçilən uşaqlar, yəni ki, gözə görsənir ki, bunlar atletika istiqamətində
belə deyim də, bacarıqları var və həmin nəinki həmin uşaqların, bütün uşaqların üzərində, yəni ki, iş görülür, amma həmin uşaqlar belə deyim seçilir və bu da bizə çox müsbət təsir göstərir, motivasiya verir ki, yəni onların üzərində daha böyük həvəslə işləyir. Bəs o uşaqlar da sizin kimi əvvəlcə futbola gedib, sonra yönəliblər, yoxsa birbaşa öz istəklərini atletикaya gəliblər? Baxın, valideynlər müraciət edir bizə, belə deyim, elə uşaqlar var ki, futbola gedir, həm atletikaya gedir, elə uşaqlar var ki, basketbola gedir, atletikaya gedir, elə uşaqlar var ki, ümumiyyətlə idmanla məşğul olmayıblar, bizə müraciət ediblər. Həmən futbola gedən uşaqların arasında istedadlı uşaqlar var, öncədən də idmanla məşğul olmayan uşaqların da arasında var. Yəni, bu belə deyim də, çox istiqamətli növ olduğuna görə, yəni ki, uşaqları tapmaq olur. Biz atıcılığın iki növünə bugün məşğul olacağıq. Birisi atıcılıq və güllə atıcılığı. Atıcılıqlar haqqındadır. Ümumiyyətlə məşğul olmuşsan heç? Yox, ümumiyyətlə məşğul olmamışam. Belə ancaq tir bilmirəm. Lütfən sayılır yoxsa yox. Bir dəfə stand-upçılıq ilə məşğul olmuşam. Qəbələdə, poligonda. Necə? Yəni, pis olmayıb. Hə, pis olmayıb. Yəni, düşə bilirəm hədəfə. İndi bu sınayarıq özümüzü. İlk olaraq güllə atıcılığı ilə başlayırıq. Təlimçi artıq bizi gözləyir. Biz məncə içəri gedək. Biz Kənan müəllimin yanındayıq. Salam Kənan müəllim. İlk olaraq güllə atıcılığından danışacağıq. Silah barədə məlumat verərsiniz bizə. Güllə atıcılığı növünü mən sizə belə izah edəsəm, hal-hazırda olduğumuz atış meydançası 10 metr atış meydançasıdır. Bu 10 metr atış meydançasında güllə atıcılığından iki növdə atış növü var. Pnevmatik tapanca və pnevmatik tüfəngdən atış növüdür. Biz hal-hazırda sizə izah edib və göstərəcəyimiz atış növü pnevmatik tapancadan. Pnevmatik tapanca atış növündə hava balonundan ibarətdir bu silahlar. Hava balonundakı olan təzyiqə əsasən atəş aça bilir bu silahlar və pnevmatik güllə A. Pnevmatik güllənin də kalibri 4.5 kalibrli xırda kiçik çaplı güllələrdən ibarətdir. Bu pnevmatik növ olduğuna baxmayaraq asan gəlir bütün digər həvəskar məşğul olmağa gələnlərə ilk öncədə. Ondan sonra idman növündən məşğul olduqdan sonra məlum olur ki, bu da çöldəki stand atış növü kimi çətin idman növlərindən biridir. Pnevmatik atış növündə atış nöqtəsi idmançının və yaxud da ki, həvəskarın durduğu yerdən atəş nöqtəsinə kimi arxada göstərən hədəflərdir. Həmin hədəflərə atəş açılır. Həmin ora kimi olan məsafə 10 metr məsafədir. Ona görə də bu atış meydançasının adı 10 metr atış meydançasıdır və idmançıdan və yaxud da həvəskardan soruşanda ki, hansı atış növündən istifadə edir? 10 metr atış növündən istifadə edir. Pnevmatik atış növündən. Burada nəticələr bu formada hesablanır. Elektron lövhədir. Elektron lövhəyə tapancadan atəş açılan vaxtı üst yuxarıda monitorumuz var və aşağıda monitorumuz var. Bu aşağıdakı göstərilən monitor hansı ki atəş açanın vurduğu hədəfi göstərmək üçündür. Bizim üstümüzdə yerləşən monitor isə arxadan tamaşaçıların və məşqçilərin nəzarət eləmək üçün göstərilən lövhədir ki, oradan aşkar edirlər ki, atəş açan idmançı və yaxud da ki, həvəskar hansı istiqamətdə atəş açır. Nəticələr başlayır 0-dan 10-a kimi. Dairənin daxili, orada göstərən qara dairə ki var. Qara dairənin özü başlayır 7, 8, 9 və təm ortası 10-dur. Qara dairədən çöləsə çıxanda 6, 5, 4, 3, 2, 1 formasında gəlir və tam ətraflar isə 0-dır. Yəni, o kağıza düşmək, o hədəfi vurmaq, o demək deyil ki, atəş yaxşı formada icra olunur. Yəni, 0-a düşmək o deməkdir ki, hədəfə atəş açılır. Özünüzü hazır hiss edilmədən sonra da tətiyə bassız, hədəfə atəş açılır. Atəş nöqtəsi monitorda göstərici 0. Yəni, o demək ki, qara dairənin kənarına düşürsünüz və çox kənarına düşürsünüz. Təkrar zəhmət olmasa. Hədəfə düşdü, istiqamət göstərir. Qara dairənin sağ tərəfində 4 istiqamətində atəş açılır. Sizin ateşiniz yekunlaşdırdı, indi xanımı ateş ətlə dəbir deyil.
Güllə atıcılığı haqqında danışdıq. İndi isə stend atıcılıqdayıq. Müəllim, ilk olaraq həvəskar başlayanlar üçün belə deyək, hansı silah seçimi lazımdır? Bir sadə texnikaları bizə göstərərdiniz. Mən stend atıcılığı idman növündən başlamamışdan əvvəl qısa bir məlumat vermək istəyirəm ki, stend atıcılığı növünün daxilində 2 dənə atış növü var. Biri səngər stendidir, bir də dairəvi stenddir. Adlarından məlum olduğu kimi dairəvi stenddə hədəflər hədəf tullayıcı evlərdən sağ və sol tərəflərdən hərəkət edir və idmançılar və qeyri-peşəkarlar həmin hədəflərə atəş açırlar və səngər stendində isə biz ona trap atış növü deyirik. Yenə adından məlum olduğu kimi hədəflər səngərdən, yerin altından fərqli bucaqlar altında idmançının atəş nöqtəsinin düz istiqamətdə hərəkət edir. Bu professionalla, yəni həvəskarla bağlı olan atış növü deyir. Sırf yığma komandanın idmançıları üçündür və yaxud da ki, bu idmana həvəsi olub, dərnəyə yazılıb, bu idmanla məşğul olduqdan sonra atış meydançalarında atəş açırlar. Amma indi sizin sualınıza cavab olaraq bildirmək istəyirəm ki, həvəskarlarla bağlı. Həvəskarlarla bağlı isə bizim başqa meydançalarımız var. Sırf orada ilk dəfə başlayırlar müəllimlərlə təlimlər keçməyə, bu idman növünü mənimsəməyə. Mənimsədikdən sonra isə hansı ki, professional dediyimiz həmin o meydançalara öz qədəmlərini qoyurlar. Orada daha çətin olduğuna görə birinci biz ibtidaidən keçirdirik, ondan sonra peşəkara keçirdirik. Silah haqqında məlumat verəsi olsam, bütün silahlar bu atıcılıq idman növündə professional və qeyri-professional atışlarda 12 kalibrli qoşa lülə silahlardan istifadə olunur. Bütün silahlarda lülələr alt üstü olur. 12 kalibr və 24 qramlıq güllələrdən atəş açılır. Güllənin növləri də çoxdur, kalibrlər də çoxdur. Bunun 24, 34, 32, 28 qramlara kimi var. Nömrələri də var orada. Bu növlər olaraq da seçilir. İdmanın təsdiqlədiyi bir növ var ki, hansı ki 24 qram və 12 kalibrlik patronlardır. Silahın özünü göstərir. Burada görsəndiyi kimi 2 dənə güllə qəbul edir silah, qundaq hissəsi. Silahın hal-hazırda da boşdur. Silah dolu olduğu halda ancaq silahın uc hissəsi, yəni lülə hissəsi hədəfə doğru istiqamətdəndir. İşarət barmağım ancaq silahın bu qundaq hissəsində dayanıb, təhdid formasına keçirtmirəm. Silahımızda boş vəziyyətdə də olsa, dolu vəziyyətdə də olsa, barmaq ancaq qundaqda dayanılır, ta ki güllə qoyulana kimi. Güllə qoyulandan sonra silah bağlananda silah atışa hazır vəziyyətə gəlir. Ondan sonra silah yerləşdirilir və yenə mənim barmağım silahın qundaq hissəsindədir. Ən axır nöqtə hədəf yuvasından çıxandan sonra, yəni hədəf tullayıcı avadanlıqdan çıxandan sonra özünüzü atəşə hazır hiss elədikdən sonra barmaq düşür və ondan sonra atəş açılır. Sizi dəvət edəcəyik professional meydançaya yox, qeyri-professional meydançada atəş atmaq üçün. Çünki professional meydançada uçan hədəfə vurmaq şansınız sıfıra bərabərdir. Çünki vura bilməyəsiniz. Hədəf sürətlidir, vurmaq şansı olmur. Qeyri-professionallar üçün zəif sürətlə uçan və hədəfin uçuş istiqamətini bildiyimiz meydançalar var ki, orada atılacaq. Hazır vəziyyətdədir, güllələri qoydunuz, silah bağlanıldı, barmaq yenə dediyim kimi qundağın üstündə olur. Duruşunuzu götürürsünüz, ayaqlar nə bir-birinə düşüyor olmur, nə biri arxada olmur. Sizin bədən çiyin istiqamətində paralel formada, özünüzü rahat hiss etdiyiniz formada ayaqlar aralanır. Silahın qundaq hissəsi, döş qəfəsində, çiyin hissəsində burada boşluq var. Bura boşluğa yerləşdiriləndən sonra məqsəd silahın təpməsinin qarşısını çiyinlə alır. Silah əsməsini çiyin qəbul eləyəcək və sizin də bədəninizdən saxlayasınız. Ondan sonra sol əlini qundağın altında olur. Bu formada keçirtmirik. Sadəcə olaraq yan formasında keçirilir ki, nişangahın üstü açıq vəziyyətdə qalsın ki, siz gözünüzü yumub hədəfə baxanda maneə olmasın qarşıda. Əl qoyuldu, yerləşdirildi. Yanaq hissəsi, yəni üz yanağınız, almacıq taxtaya qoyulur, sol göz yumulur və sağ gözlə hədəfi izləyirsiniz. Hədəf soldan çıxanda bu formada qarşısından gedirsiniz, aşağıdan çıxanda aşağıdan yuxarıya, sağdan çıxanda sağdan sola və özünüzü hazır hiss edəndə atəş açırsınız. Yəni birinci atəş vurulur, yanaqdan salmağa ehtiyac yoxdur, növbəti hədəfin hərəkətini gözləyirsiniz. Dalınla ikinci atəş bitdi, silah polyadan çıxmamaq şərtinlə, yəni olduğunuz meydançadan çıxmamaq şərtinlə açılır. Buradan gilizlər tullanılır, növbəti silah yerə qoyulur, növbəti
atışa hazır olmaqdan ötürü növbəti patronları götürüb əlavə edirsiniz. Ondan sonra yenə təzədən eyni qayda yenə bağlanılır və yenə eyni qaydada hədəfi izləyib atəş açılır. Silahın daşınma qaydasında. Silahın daşınma qaydasında mən məlumat olaraq verim sizə. Silah heç vaxt atış meydançasına doğru hərəkət eləyəndə bağlı vəziyyətdə daşınmır. Bu formada silahı heç vaxt biz istifadəyə vermirik və bütün təlimlərdə də bildiririk. Silah bütün hallarda boş vəziyyətdə açıq ya bu formada aparılmalıdır ta ki atış meydançasına çatana kimi və yaxud da ki açıq vəziyyətdə çiyin hissəsinə bu formada qoyulub, bu formada hərəkət olunur atış meydançasına doğru. Ay sağ ol. Yanağını gətir. Biraz aşağısına. Yox, nə deməsin, arala. O sümüyün dəyir bura, o sənin normal olur. Çalış bax burası. Boşluğunuz. Sol gözünü yumaqsız sağla bassan da hədəfi görsən. Sol gözünü yum. Sağ gözü də bankanın üstünə baxsan axıra çıx. O yumruğunu üstə görsün. Görsən, üstə dəmir. Bu, həmin bu dəmirlə hədəf yüksəcək. Əlimdən belə göstərir sənə. Elə bil ki, o dəmiri bu boşqabın üstünə tutarsın. Üstünə tutur, gördüyün an atəş atsın. Tərəddüd eləmə. Gördün, hədəfi gördün. Belə. Ay, yaxşı. Bir an növbətdə şeydə düzəldə. Bax, insan atanda, bax, bir qadın deyil. Belə bilməsin. Onu elə bilməsin. Sol ayağını atsa, əyilsən sağa biraz qabağa əyilmiş bəcək. Çox deyil. Cəhət, çiyninlə saxlaya biləcək. Dala duranda dala qaçır. Bir dur təzdən. Yəni, test edir. Götdün, ay, yaxşı. Onu da qoydum. Bağla. İndi qoy yerinə. Post atış yerinə. Eləsin. Nişan alın. Eləcə biraz ayağını qaldırın ifadəyə. Ay, yaxşı. 2 dənə test atış yerinə. Senizi dalbadal basırız. Oha! Bir dənə. Bunun yerinlədim ki, səslə eşitməsən, xətmənlə eşitməsən ki, çəkəndə deməyəsən oldu. Mən atmayacağım. Ay, sən özü tulladın. Bura çünki çətinlik yaranmaz. Hədəf deyil. Növbətin hazır ol. Bir, sən də bir. Olun. Resmiyor. Zaten tutuyor. Hamı bu kadrlara baxanda və yaxud da ki, kiminsə əlində silah görəndə düşünürlər ki, silahı elə qaldırdı, sinəsinə qundağı bastı və yanaq hissəsini toxundurdu və gözünü yumur atəş açır. Bu prosesi orada 3 saniyə kimi görsənir, amma təlimlər keçirilən vaxtı o hardasa 7-8 etap var ki, onları tək-tək öyrədilir. Hər etapda 1 gün, 2 gün və elə olur ki, 3 gün vaxt keçir. Necə ki, ayağı necə qoymaq lazımdır, hansı bucaq dərəcəsində ayaq açmaq lazımdır, silahı necə qaldırmaq lazımdır, hansı halda nəfəs almaq lazımdır, hədəfi necə izləmək lazımdır, bu hamısı etaplardan gedir. İdmançılara birinci təmkinli olmağı öyrədirik, tələsməməyi öyrədirik və sərrastlığı öyrədirik. Çünki duruş qaydası var, silahdan davranış qaydası var, silahı tutuş var, hədəfə nişan almaq var, hədəfə atəş açmaq var və əlbəttə ki, tənəffüs var. Nəfəs də burada rol oynayır, nəfəsi də tənzimləyirlər ki, silah tərpənməsin. Uğur yoxsa zəhmət? Zəhmət. Ritual və ya totemin var? Yox. Qələbəni ilk kimlə bölüşürsən? Ailəm. Atlet olmasaydın kim olardın? Futbolçu. Rekord qırmaq yoxsa medal qazanmaq? Medal qazanmaq. Kitab oxumaq yoxsa film izləmək? Film izləmək. Məsləhət verəcəyin film? Döyüşçü 2011-də. Sevdiyin ölkə? İspaniya. Ən böyük qorxun? Qaranlıq. Həyat motivasiyan? Ailəm. Sevdiyin musiqi janrı? Pop. Hobbin? Yoxdur. Yalan tərif yoxsa acı tənqid? Acı tənqid. Bilinməyən bacarığı? Məncə yoxdur. Özünü bir sözlə təsvir et. Bacarıqlı. Verilişimizi artıq yekunlaşdırırıq və həmişə olduğu kimi təlimçidən soruşacağam ki, necə idik? Ən əsasda Nazimə necə idi? Son söz mənə düşdüyünə görə, bu Bakı Atıcılıq Mərkəzinə gəldiyinizə görə birincisi Nazim bəyə də təşəkkürümüzü bildiririk, Düzələ xanım sizə də çox təşəkkürümüzü bildiririk. Güllə atıcılıq və stend atıcılığı növlərində keçirilən təlimlərdən
Hər ikinizin də atış növü qənaət bəxş idi, amma çox təəssüflərlə bildirmək istəyirəm ki, siz yox, Nazim bəyin atışları daha yaxşı idi. Həm güllə atıcılığında, həm də tüfəng atıcılığında. Ola bilər ki, indi özü idmanla məşğul olduğu üçün, təcrübəsi olduğuna görə, bu fiziki daha hazır olduğuna görə bu atışlarında daha yaxşı nəticə göstərdi. Sizin sahəniz olmadığı üçün sizin üçün biraz çətin idi. Mən əslində güllə atıcılığı yaxşı idi, amma sadəcə olaraq bu dəfə özümü çox pis göstərdim. Niyə çox təəssüflər olsun. Sizi bu verilişdən sonra təlimlərə dəvət edirik. Növbəti qonağınızla gələndə birinci yer siz gözləyəsiniz inşallah. Çox sağ olun. Siz də sağ olun. Və beləliklə əziz tamaşaçılar, verilişimiz sona çatdı. Gələn buraxılışımızda yeni idman növü ilə yenidən qarşınızda olacağıq. Sağ olun.